Pərpətöyün turşusuna bol sevgi olduğunu bilən ata-anam dünə zəng elədilər ki, bağdan sən üçün çoxlu pərpətöyün gətirmişik. Gəl götür, get özünə qəşəng turşu hazırla. Mən də eləmədim tənbəllik, əlbəttə ki, getdim, göyərtlərimi yığdım, gəldim. Açanda görəm ki, içərisində çoxlu keşnişlər, şüyüdlər, pərpətöyünün üzərində isə nanə var. Qoxusu bu pərpətöyünə çox qəşəng iyi gəlir. Və daha sonra pərpətöyünlərimi ayrı bir qazana əlavə etdim. Qazana yerləşdirdiyim pərpətöyünlərimi bol su ilə yaxşıca yuyuram. Qeyd edim ki, pərpətöyünlərim təri idi, çox qəşəng idilər, heç köhnəlməmişdilər. Ona görə də turşusu belə olanda çox gözəl alınır. Bol su ilə pərpətöyünlərimi yaxşıca yuyuram. Bir qazanda suyumu yaxşıca qaynatdım. Daha sonra isə pərpətöyünlərimi içərisinə əlavə edib təxminən 1 dəqiqə gözlətdim. Sonra isə hazırlamış olduğum bankalara yerləşdirib üzərlərinə sarımsaq əlavə edirəm. Qeyd edim ki, mənim bankalarım 800 qramlıqdır. Ona görə ərzaqlarımı ona uyğun istifadə edirəm. Hərəsinin içərisinə 2-3 diş sarımsaq əlavə edirəm. Sarımsaqları əlavə etdikdən sonra isə duzunu əlavə edirəm. Mamam xahiş eləmişdi ki, çox duz da eləməyim. Ona görə də hərəsinin içərisinə 1 yemək qaşığı duz, yarım yemək qaşığı şəkər tozu əlavə edirəm. Son olaraq isə hərəsinin üzərinə 5-6 ədəd diri istiot əlavə edirəm. Və 1 qəhvə fincanı, təxminən 1 armudu stakandan biraz az alma sirkəsi əlavə edirəm. Bizim sirkə evdə hazırlanmış alma sirkəsidir. Düzdür, almışıq, özümüz hazırlamamışıq, amma hazır marketdən alınma deyil. Sadəcə onun bankasına əlavə etmişəm, daha səliqəli olsun deyə. Sonunda isə üzərlərinə qaynar sularını əlavə edib, qapaqlarını bərk-bərk bağlayıb, o üz-büz eləyirəm bir neçə dəfə. Həm buraxmadığını yoxlayıram, həm də ki, daha yaxşı qarışmağına köməklik göstərib. Qapağı bağlı şəkildə bir neçə saat günəşin altında saxlayıram. Sonda isə soyuducuya yerləşdirirəm. Pərpətöyün turşusunu soyuducuya saxlamağımız daha məsləhətlidir. Belə olanda xarab olmurlar. Bu səbəbdən də siz də hazırladığınız zaman soyuducuya saxlamağı unutmayın. Videolarım əgər sizə maraqlı gəlirsə, kanalıma abunə olmağı və məni izləməyi unutmayın. Özünüzə yaxşı baxın. Hazırlayan hər kəsə indidən nuş olsun. Hələlik.